Salam, Dövlət Quluna və Magistrə hazırlaşanlar. Mən Mehriban Seydova. Dövlət Quluna və Magistrə hazırlaşanlar üçün onlayn şəkildə məntiq hazırlığı keçirəm. Mövzu izahlarımıza başlamışıq. Növbəti mövzu izahımız analogiyadır. Analogiya və anagram mövzularından qəbula bir sual düşür. Hansından düşəcəyini artıq dəqiq bilmirik. Və başlayırıq izahımıza. Burada təxmini 182 sualımız var. Hamısına baxa bilməsək də çalışdığımız qədər çox suala baxmağa çalışacaq. Bu mövzunu, bu PDF-i daha doğrusu əldə etmək istəyənlər məndən əlaqə saxlaya bilər, şərh bölməsinə yaza bilər. Cavablarını və yaxud da cavablarını bilmək istəyənlər məndən əlaqə saxlaya bilərlər. Gəlin başlayaq ilk sualımızdan. Görək analogiya nə deməkdir? Analogiya əslində oxşarlıq, uyğunlaşma deməkdir. Görək bizə verilib nə? Zəhmət və bəhrə sözlərinin analogiyasını və bizə cinayət ilə hansı sözün uyğunluq təşkil edəcəyini soruşur. Bizə verilən əvvəlcə necə bir uyğunluq olduğunu müəyyənləşdirməliyik ki, bizdən soruşulanı da ona uyğun müəyyənləşdirək. Belə deyək, zəhmət çəkib qarşılığında bəhrəsini görür. Yəni, bəhrə zəhmətin qarşılığıdır. Bəs cinayət törədən qarşılığında nə görür? Cəza. Biz zəhmə və bəhrənin arasındakı uyğunluğu müəyyənləşdirməliyik ki, cinayətlə də ona görə bir qarşılıq qoyaq, belə deyim. Həkim resept yazır, düzdür? Prezident isə fərman imzalayır, belə deyək, yazır, ya deyə bilərik. Hamısına davamlı baxmayacaq, ardıcı olaraq baxmayacaq, lakin ara-ara suallara baxacaq. Belə deyək, 8-ci sualı baxsaq. Rəndənin işi nədir? Yonmaq. Bəs pozanın işi nədir? Silmək. Əvvəlcə bizə verilənə baxacaq, dediyim kimi. 9-cu sual. Fiqur, qarşısına yazıb kvadrat. Bu nə deməkdir? Kvadrat fiqurun bir növüdür. Məsəl üçün, desək ki, fiqura bir nümunədir, deyə bilərik kvadrat. Maddənin aqreqat halı. Maddənin 4 aqreqat halı vardırsa, bunlardan biri mayedir. Sonra 10-cu sual. Diskussiya, müzakirə. Bunların arasındakı uyğunluq necədir? Diskussiya ilə müzakirə sinonim sözlərdir. Bəs iftira ilə o zaman nə qoyarıq? Böhtan, şər də ola bilərdi yəni. Sonra, kalkulyatorun işi nədir? Hesablamaq, hesablayıcıdır. Kalkulyator bir hesablayıcıdır. Milli Məclis bəs. Milli Məclis isə qanunvericidir. Qanun dərslərindən bunu artıq bilirik. Davam edək. Hüceyrə, membran. Bəs belə deyək də, hüceyrənin zarına, hüceyrənin ətrafında olan zara membran deyirik. Düzdür? Ondasa insanı ətrafında olana belə desək, insanı çevrələyənə nə deyirik? Dəri. Belə deyək də, membran hüceyrənin ətrafını sarır, dəri isə insanın. O uyğunluğuyla baxa bilərik. Sonra, zoologiya heyvanları öyrənən elmə deyilir. Doğrudur. Kinologiya bəs. Kinologiya isə itləri öyrənəndir. Bunların PDF-i var. Yəni, hansı elmin, hansı sözü, belə deyək də, hansı elm adının adları verilir və hansı nələri öyrəndiyini müəyyənləşdirən PDF var əlimdə. Kim istəsə, şərh bölməsini qeyd edir, onu göndərirəm. Misal üçün, ətirləri öyrənən elmə aromaterapiya deyilir. Bəs bitkiləri fitoterapiya. Burada fotosintezi cızarsız, bu səhv olar. 24. Aktivlik, passivlik. Bunlar nədir? Antonimdir. Yəni, bir-birinin əksidir. Normalın əksi anormaldır. Düzdür? Anormal. Bu da patologiya ilə uyğunlaşır. Yəni, patologiya ilə anormal deməkdir. Devam edək. İnduksiya, deduksiya. Bunları əslində kimya mövzusundan bilə bilərik. Oradan deyim, induksiya, deduksiya, istiliyin ayrılması və ya istiliyin daxil olması, elə bilirəm, elə idi. Bəs, yəni əksdir, antonimdir. Ağın antonimi qara olacaqdır. Devam edək. Bu suallara baxaq, bilməyənlər üçün daha yaxşı olar. Botanika bitkiləri öyrənirsə, ipologiya atları öyrənir. Sonra, 36-cı suala baxaq. Təyyarə, stewardessa. Stewardessa, təyyarədə ortaqda sərnişinlərə köməklik göstərən. Yəni, belə deyim də, hostes desəm, yəqin ki, hər kəs daha yaxşı başa düşər. Qatarda bəs, qatarda isə bələdçidir. Qarışqa həşəratdır. Balina isə məməlilərə daxildir. Sonra, devam etsək, 44-cü suala baxaq, üçlüdür. Üçlü bir analogiya qoyubdur. Söyüd, ağac, küknar. Belə deyim də, həm söyüd, həm də küknar nədir? Ağaca daxildir.
Yəni burada o demək deyil ki, ardıcıl olaraq baxacaqsınız. Yox, yəni söyüddən ağaca, sonra küknara getmək məcburiyyətində deyilsiniz. Hər cür analogiyaya qoya bilər. Baxın, burada ağac verilir və hər iki tərəfində onun nümunələrini verib. Yəni söyüd də bir ağacdır, küknar da bir ağacdır. Bəs balina ilə ördək buruna hər ikisinə uyğun nə deyə bilərik biz burada? Quş qoya bilmərik, balina deyil, düzdür. Balıq qoya bilmərik, sürünən qoya bilmərik, balinaya uyğun deyil. Hər ikisinə uyğun məməli qoya bilərik. Belə deyək, qəzəl nəzm formasında olur, düzdür? Bəs variantların hansı nəsr formasında olur? Roman deyə bilərik. Cinayət işlədikdə qarşısında cəza görülür. Bəs şücaətli bir hərəkət, bir hadisə baş verdikdə ona nə edir? Mükafatlandırılır. Louvre Parisdə yerləşir. Ermitaj bəs? Ermitaj harda yerləşir? Sankt-Peterburqda. Nisbilik nəzəriyyəsinin banisi kimdir? Einstein. Bəs təkamül nəzəriyyəsinin? Bax, bunun da Darwin. Devam edək. Musson küləyin bir növüdür, düzdürmü? Ondasa şampinyon bəs? Şampinyon nəyin bir növüdür? Şampinyon da göbələyin bir növüdür. Devam edək. Balıq nə ilə, nələri vasitəsilə üzür, belə desək, üzgəclər vasitəsilə. Bəs quş isə qanatlar vasitəsilə. Yəni dediyim kimi, bizə veriləni nə edirik? Birinci analiz edirik. 100 nədir? Fikirləşirik ki, 100 ilə ədədin arasında nə bir əlaqə var? 100 bir ədəddir. Bəs helium? Helium nədir? Helium da bir qazdır. Helium qazı. Qafqaz dağıdırsa, Grenlandiya nədir? Grenlandiya da adadır. Sonra devam edək. Mümkün qədər çox sualı baxmağa çalışacağıq. Qalibiyyət, məğlubiyyət. Necə bir əlaqə var? Qalibiyyət və məğlubiyyət bir-birinin antonimidir. Sədaqət, bəs bunun əksi nə olar? Xəyanət, antonimi. Hidrosfer su təbəqəsidir. Biosfer bəs? Biosfer canlı təbəqəsidir. Wolfram metaldırsa, bambuk bitkidir. Sonra 66-ya da baxaq. Termometr temperaturu ölçür. Düzdürmü? Temperaturu ölçən cihaz termometrdir. Bəs dinamometr nəyi ölçür? Qüvvəni ölçür. Bahar fəsildir. Düzdür? Fəsilə bir nümunə desək, nə deyərik? Bahar deyə bilərik. Amerika bəs? Amerikanı nəyə bir nümunə deyə bilərik? Nəyə deyərik? Amerikanı isə qitəyə nümunə deyə bilərik. Amerika qitəsi. Əslində ölkəyə də belə fikirləşsək, Amerikanı qitə kimi götürməyimiz daha doğru olar. Sonra 70-ci sualda sağlam, xəstə. Bunlar bir-birinin nəyidir? Antonimidir. Bəs onda zərərin nə olar? Xeyr. Kompüter, prosesor. Kompüteri idarə edən nədir? Onun prosesorudur. Avtomobili idarə edən onun motorudur. Xristianlıq bir dindir. Düzdür? Avesta bəs? Avesta isə bir kitabdır. Açıq qapalı antonimdirsə, asan gəliz antonimi. 10 metr müqaviməti ölçür. Voltmetr gərginliyi ölçür. Tədarük, hazırlıq. Bunlar sinonimdir. Düzdür? Ondasa cəhalətin sinonimi avamlıq götürə bilərik. Sonra bulaq, çeşmə. Bunlar da yenə sinonimdir. Ondasa tənəzzülün sinonimi süqut. Bir ölkə tənəzzül edə bilər və ya süqut edə bilər. Sonra devam edək. Dermatolog həkimdir. Düzdür? Yəni həkimə bir nümunə desək, dermatolog deyə bilərik. Dəri ilə məşğul olan. Bəs Venera nəyin bir nümunəsi ola bilər? Planetə nümunə desək, Venera deyə bilərik. Spidometr sürəti ölçürsə, manometr nəyi ölçür? Təzyiqi. Devam edək. Ornitologiya quşları öyrənən elmdir. Bəs histologiya toxumaları öyrənən elmdir. Toxuma. Sitologiya hüceyrələri öyrənir. Bəs mikologiya göbələkləri öyrənir. Burada çarxıb oxşardır deyə mikrobu götürərsiniz. Devam edək. Hərdən baxaq. Misal üçün, səhv, yanlış. Səhvlə yanlış nədir? Sinonimdir. Bəs sabiq keçmiş ilə. Yəni, sabiq ilə keçmiş əslində eyni mənanı verir. Yəni, sinonimdir.
Numizmatika sikkələri öyrənir. Paleografiya nəyi öyrənir? Yazıları öyrənən elmə deyilir. Davam edək. Heyva bir meyvədir. Daşqın bir nədir? Daşqın bir fəlakətdir. Yəni, fəlakətə nümunə dedilsək, daşqın deyərik. Meyvəyə nümunə dedilsək, heyva deyərik. Necə uyğunlaşdıra bilirsiniz? Özünüzün elə uyğunlaşdırın. Kulturologiya mədəniyyəti öyrənir. İxtiologiya ixtiraları yox ha, balıqları öyrənir. Adlardan oxşarlığa görə özünüzü çaşdırmayın. Quşa bir nümunə dedilsək, deyərik ki, çivi. Çivi bir quşdur. Bəs tropik nəyin bir nümunəsidir? İqlimə bir nümunə dedilsək, deyərik tropik iqlim. Sonra davam edək, bu suala baxaq. Üzüm bir meyvədir, düzdür? Meyvəyə bir nümunə dedilsək, deyərik üzüm. Bəs Arial? Word-dən bilərsiniz yəqin ki, bağışlayın bir dənə. Hara getdi? Hə, buradadır. Şriftə bir nümunə dedilsək, deyərik Arial şrifti. Yəni, C variantı doğru cavabımız olar. Növbəti suala keçək. Bizə deyir ki, verilmiş sözlər arasındakı məntiqi əlaqəyə sınaraq uyğun olan variantı tapın. Sözlərin ardıcıllığı vacibdir. Baxaq. Deyir ki, yağ, margarin. Düzdür? Yəni, siqnal nə olar burada ardıcıllığımız? Siqnal fiti götürə bilərik. Davam edək. Tablo, rəssam. Belə deyə bilərik də. Rəssam, rəsmi nəyin üzərində? Yox, daha doğrusu rəssam nə yaradır? Bir tablo ortaya çıxarır da, düzdür? İşi nədir? Tablonu yaradana rəssam deyirik də. Bəs ayaqqabının yaradana dəri deyə bilmərik ki. Bəs rəssam əslində bir ikinci tərəfə baxsaq bir şəxsdir. Yəni ikinci tərəfdə bir şəxs axtarırıq və onun işinin nə olduğunu axtarırıq birinci tərəfə baxdıqda. Ondan sonra ayaqqabı gedər, palitra gedər, heykəltəraş. Heykəltəraşın işi nədir? Baxın, mərməri düzəldir elə heykəltəraş. Dülgərə çəkici düzəltmir ki, çəkicidən istifadə edir. Davam edək. 97-yə baxaq. Nəqliyyat, təyyarə, avtomobil. Elə təyyarə də, avtomobil də nəqliyyata bir nümunədir da, elə deyilmi? Lakin birinci bizə deyir ki, sözlərin ardıcıllığına fikir verin. Təyyarə nəqliyyatın havada olan bir nümunəsidir. Avtomobil isə qarada olan. Ondasa nə deyə bilərik? Dəmir yol, qatarı, vaqon. Olmaz. Vaqon ilə qatarın içərisinə daxildir. Avtomobil təyyarəyə aid deyil ki. Baxın, cavabımız elə B variantıdır. Həm durna, həm də toyuq quşa bir nümunədir. Düzdürmü? Lakin durna quşun havadakı nümunəsidir. Toyuq isə yerdəki, yəni qaradakı nümunəsidir. Elə B variantı bizə verilən uyğunluq ilə olduqca oturur yəni yerinə. Kitabın vərəqləri olur. Yəni, kitabın içərisində kitabı yaradan vərəqlərdir. Belə desək daha doğru olar. Kitabı yaradan vərəqlərdirsə, benzini yaradan yanacaq deyil, dənizi yaradan dalğa deyil. Belə deyək, kərpici yaradan bina deyil. Bəlkə də bunun tərsinə versəydi, doğru olardı. Bax, bizə başda nə demişdi? Demişdi ki, sözlərin ardıcılığı vacibdir. Yəni, kərpic bina, baxın, bunların yeri dəyişik olsaydı əslində götürə bilərdik. Yəni, binanı yaradan kərpic ola bilərdi. Kərpicləri birləşdirikdə bir bina ala bilərik. Eyni vərəqləri birləşdirikdə kitabı aldığımız kimi. Amma yerləri dəyişikdir. Cümlə söz. Cümləni yaradan sözlərdir. Düzdürmü? Ocaqla da soba bir-biri ilə sinonimdir. Əlaqəsi yoxdur. Bağban, ağac, məhsul. Əlaqəni qurağım. Belə. Bağban, ağac əkir və məhsulu götürür. Düzdür? Bağban nə edir? Ağac əkir. Ağac da nə verir? Məhsul verir. Belə deyək. Ağac əkir və məhsulunu götürür. Rəssam şəkil çəkir, düzdür. Amma burada fırça buna aid deyil axı. Belə deyək də, fırça ilə şəkili çəkir. Bəs məhsulla ağacı yetişdirmir ki. Burada olsaydı ki, su və yaxud da tinc ağacı yaranması üçün birinci tincə olmalıdır, tinc olmalıdır. Əgər bağban ağac tinc versəydi, biz götürərdik rəssam şəkil, fırça. Buna görə variantı səhvdir. Həkim, dərman, xəstə. Həkim xəstəyə baxır. Burada da dərmanla xəstənin yenə yerləri dəyişik düşübdür. Şagird, kitab, bilic. Bax, bu doğrudur. Nə edir? Şagird kitab oxuyur və nəticəsində nə əldə edir? Bilic. Eyni bizim kimi. Bağban ağac əkir və qarşılığında nə əldə edir? Məhsul. Şagird kitab oxuyur, qarşılığında nə əldə edir? Bilic. Tamamilə doğrudur. Devam edək. Biraz daha gedək. Belə deyək, qartalın caynaqları var. Belə deyək, qartalın caynaqları vardırsa. Zəhərin ilanı yoxdur ki,
Bu yerləri dəyişikdir. İlanın zəhəri olsaydı, biz baxın oxu belə qoymuşam. Yəni qartalın caynaqları var. Bəbirin pəncəsi var. Bax bu düzdəsində. Göyərçin sülh mənasızdır. Leylək durna bizə bu lazım deyil. Canavar qurd yenə lazım deyil. Bəbirin pəncəsi var deyə bilərik. Buğda, un, çörək. Buğdadan un əmələ gəlir, yəni un düzəldilir. Ondan isə çörək düzəldilir. Məntiqə əlaqəni tutduqmu? Buğdadan un əmələ gəlir, ondan isə çörək. Buluddan şimşək əmələ gəlir, şimşəkdən yağış. Bu deyil. Zəhərdən ilan əmələ gəlmir ki, ilandan zəhər olsaydı hə deyərdik. Qoyundan ət, ətdən də süd əmələ gəlir deyə bilərik? Yox. Yanıcıqdan neft əmələ gəlir, ondan da neftdən də benzin yenə deyə bilmərik. Ağacdan kağız düzəldilir, kağızdan kitab düzəldilir. Yəni Y variantımız bizim axtardığımız uyğunluqdur. Devam edək. Texnika, traktor. Texnikaya bir nümunə desək, deyərik traktor. Düzdür, texnikaya nümunə desək, deyərik traktor. Məktəbə nümunə desək demərik müəllim. Məktəbə nümunə misal üçün deyərik 5 nömrəli məktəb ya da Heydər Əliyev adına məktəb. Ağaca nümunə desək deyərdik küknar, mebel yox. Nota nümunə desək deyərik ki, misal üçün do, re. Şirniyyata nümunə desək paxlava deyərik. Yəni doğrudur. Mürəkkəb, qələm, yazı. Görək necədir? Uyğunluğu hardan götürək? Belə desək ki, qələmə mürəkkəb doldururuq ki, yazsın, düzdürmü? Qələm ilə yazırıq, belə götürək də, qələm ilə yazırıq. Ya da belə də göstərsə bizim üçün daha uyğun olar. Yazını qələm ilə yazırıq, qələmi işlədən nədir? Mürəkkəb. Yaxşı, onda gəlin baxaq. Tikişi nə ilə edirik? Sapla. Yox, tikişi iynə ilə edirik. İynəyə nə lazımdır? Sap. Baxın, bizim əlaqəmizdə iynə ilə sapın yeri dəyişik düşüb burada. Əgər tikişi iynə ilə edirik, düzdürmü? Yazını necə ki, qələmlə yazırıq, ona mürəkkəb lazımdır. Tikişi iynə ilə edirik, ona sap lazımdır. Onda variant getdi. Hərəkət. Hərəkəti nə ilə edirik? Avtomobillə. Avtomobilə nə lazımdır? Benzin. Tamamilə doğrudur. Burada da yenə C variantında baxın. Ürəklə qanın yerini dəyişik qoyacaqdıq. Ürək, damar, qan. Bəlkə də. Amma B variantı daha doğru olur. Müəllimin işləməsi üçün ona nə lazımdır? Diplom. Və sonda baxın, sürücünün sürə bilməsi üçün nə lazımdır ona? Sürücü vəsiqəsi, yəni vəsiqə lazımdır. Parlaq, zülmət. Nədir? Antonim. Ondasa antonim axtarırıqsa, iki mənalı, şübhəli. Bu əslində sinonim kimi bəlkə də götürə bilərik. İki mənalı, şübhəli kimi. Gizli, xəlvət. Yenə sinonimdir. Biz nə axtarırıq? Antonim. Qənaətçil, bədxərc. Cavabımız C variantı. Aktyor, truppa. Bunlar arasındakı əlaqə necədir? Aktyorlar qruppasına, belə deyim də, aktyorların kollektivinə truppa deyirik. Yəni aktyorların kollektivinə truppa adlanır. Və sondasa kollektivi axtarırıqsa, məhkəmə kollektivi natiq deyil, tərəvəzin kollektivi kələm deyil, atın kollektivinə ilxə deyə bilərik, sürüsünə daha doğrusu ilxə deyə bilərik. Paltar, köynək, düymə. Belə deyək də, paltara nümunə köynək deyə bilərik. Köynəkdə nə ola bilər? Düymə ola bilər. Köynənin düyməsi deyə bilərik. Musiqiyə nümunə not deyə bilmərik. Alətə nümunə taxta deyə bilmərik. Rəndə deyə bilərdik buna. Sonra bitkiyə nümunə gövdə deyə bilmərik. Cihaza nümunə saat deyirik. Saatın nəyi olur? Əqrəb olur. Baxın, D variantı doğrudur. Qaynar isti. Nədirlər? Sinonim. Sinonim axtarırıqsa, əla, yaxşı. Biraz gedək. Bax, görək fərqli suallardan nəyimiz var. Misal üçün, biz deyə bilərik, 121-ə baxaq. 121-də deyir ki, parazit, bax, şimdi böldüm. Parazitə nümunə askarit deyə bilərik. Askarit bir parazitdir. Parazitə nümunə ziyan verici deyə bilmirik. Askaritə nümunə xərçəng deyə bilmirik. Geyimə nümunə palto deyə bilərik. Çörək qırıntı, yaxşı buna da baxaq. Qırıntı çörək. Çörəyin balacası, yəni xırdalanmışı nə olur? Qırıntı. Vedrənin su olmur, yağın krem olmur, birliyin yox. Taxtanın parçalanmışı da desək, yonqar ola bilər. Buradan baxaq. Dəmir, xəncər, dəmirçi. 127-yə baxaq. Dəmirçi nə düzəldir? Başlayayım denə. Dəmirçi tutaq ki, bir xəncər düzəldir. Xəncəri nə ilə düzəldir? Dəmir ilə.
Axırdan başlayıb uyğunluğu qura bilərik. Dəmirçi xəncər düzəldir. Xəncəri nə ilə düzəldir? Yəni maddəsi nədir? Dəmir. A variantı səhvdir. Xoreoqraf rəsm deyil, rəssam rəsm ola bilərdi. Kinoloq heyvanları öyrənən deyil. Kinoloq itləri öyrənəndir. Xarrat, xarrat stol düzəldir. Stola nədən düzəldir? Taxtadan düzəldir. Devam edək. Zəlzələ, tsunami. Zəlzələ, tsunami. Zəlzələ olur. Sonra onun davamında, yəni belə desəm də, nəticəsində nə baş verir? Tsunamilər baş verə bilir. Ondasa idmanın qarşılığı sağlamlıqdır deyə bilərik. İdman edirik, qarşılığında nə qazanırıq? Sağlamlıq. Devam edək. Şalvar bir geyimdir. Ondasa mədə də bir orqandır. Gözəl, çirkin. Antonim axtarıqsa, arıq, incə sinonim olur. Söz cümlə bahalı, ucuz. Antonimdir. Ağacın budağı olur. Düzdürmü? Ağacın nələri var? Budaqları var. Qulağın başı var deyə bilmərik. Səhifənin kitabı. Bax, belə kitabla səhifənin yerini dəyişdirə bilərdik. Quşa sərçə nümunə. Bu nümunədir. Bu yenə olmazdı. Bədənin bir hissəsi desək, qol deyə bilərik. Əllə də barmağın yenə yerləri yanlışdır. Baxın elə, başqa burada. Fizika bir elmdirsə, 138. Fizika bir elmdirsə, pitonla ilanın yeri dəyişilibdir. Yəni, elmə nümunə fizika deyirik. İlana nümunə piton deyəcəkdik. Sözlərin yeri dəyişib. Oyuna nümunə reqbi deyə bilərik. Elə düzgün cavabımız B variantı qəbul edirik. Devam edək. Hardan baxaq? Misal üçün buna baxaq. Eyni şəkildə metala nümunə alüminium deyə bilərik. Yerləri dəyişikdir. Zamanla vaxt sinonimdir. Boksla idmanın yerləri dəyişikdir. Çaya nümunə Volga deyə bilərik. Negroid bir irqdir. İrqə nümunə desək, deyərik negroid. Ondasa fəsilə nümunə desək, bahar fəsli deyə bilərik. Konkret, mücərrəd. Nədir bunlar? Antonim. Ondasa antonim axtarıqsa sinonimdir. Duz, istiot əlaqəsi yoxdur. Pomidor, xiyar yenə əlaqəsi yoxdur. Uzun, qısa antonimdir. Uğur, müvəffəqiyyət də söz deyə bilmədim. Nə olur? Sinonim olmuş olur. Baxaq 154-də. Daşı əgər çəkisək belə desək, daşı nə ilə ifadə edir? Kiloqram deyə bilərik. Ta ki bir daşa 5 kiloqram deyə bilərik də. Ondasa daşın ölçən desək, deyərik kiloqram. Çəkisini kiloqramla deyərik. Dəqiqənin çəkisi elə bir şey deyə bilmərik. Çəkisi kimi ifadə ilə desək, miskal qızıl yox, gümüş metal yox. Baxın, sahə nə ilə ölçürük? Ar ilə ifadə edirik belə desək. 8 bir rəqəmdir. Rəqəmə nümunə desək, deyərik 8. Filosofa nümunə fəlsəfə olmur. Depoya nümunə qatar olmur. Şəhərə nümunə Şanxay ola bilər. Bazar düzü bir zirvədir. Zirvəyə nümunə desək, deyərik bazar düzü. Quşa nümunə desək, deyərik çivi. Sirkə, üzüm. Üzümdən sirkə əmələ gəlir də, yarada bilirik üzüm sirkəsi. Ondasa parçadan ipək yox, ipəkdən parça əmələ gələ bilərdi. İşıqdan günəş əmələ gəlmir, qazandan dolma əmələ gəlmir, amma qamışdan həsir əmələ gələ bilər. Həsir çanta, elə fikirləşin. Litologiya, daşları öyrənən elmdir. Litologiya, qiymətli daşları öyrənən elmdir. Ondasa yer kürəsi də geologiya, yer kürəsini öyrənir. Başlanğıc, son. Antonimdir. Antonim axtarırıqsa mənbə, mənsəb. Çayın mənbəyi və mənsəbi. Devam edək. Qalxmaq, enmək. Nədir bunlar? Antonim olurmu qalxmaqla enmək? Biz antonim axtarırıqsa almaq, vermək. Və yenə də baxaq. İnək, tövlə. İnəyin qaldığı yer, belə desək, tövlədir. Ondasa toyuq da hində qalırmı? Kompas bir cihazdır. Belə deyək, cihaza nümunə desək, deyərik kompas deyə bilərik də. Ondasa bostana nümunə qarpız deyil, naxıra nümunə inək deyil, kimyaya nümunə elm deyil, elmə nümunə kimya ola bilərdi. Rəngə nümunə qara deyə bilərikmi? 170-ə də baxaq. Qəfəs, tutuquşu. Tutuquşunu harada saxlayırıq? Belə desək, deyərik qəfəs. Düzdür? Tutuquşunu biz qəfəsə qatırıq. Aha. Kaktus, səhra. Baxın, burada əslində belə deyim də, kaktus
dipçək desəydi əgər, bu doğru olardı. Çünki dipçəyə biz qoyuruq onu. Yəni səhrada yetişir amma. Bu doğru ola bilməz. Balıq, baxın, dəniz yox ha, akvarium yazıb. Biz balığı gətirib harada saxlayırıq? Akvariumda saxlayırıq. Ondasa B variantı düzdür. Balina ilə okeanı ona görə götürmürük. Düzdür, balina da okeanda yaşayır. Ancaq tutuquşunu biz qoyuruq qəfəsə. Məntiqə əlaqəni tam qurun. Baxaq yenə. Axırlara çatmışıq elə. Qoyun baxaq 177-dən bu tərəfə. Deyir ki, boks, ring, idman. Əlaqəni necə istəyirsə elə quracaqsınız. Yəni, tutaq ki, birinci söz belə getməlidir, deyəcək bir şey yoxdur. Ya da ki, sondan başlayıb gedəcək deyə bir şey yoxdur. Baxın, necə qururam uyğunluğu. İdmana nümunə boksdur. Düzdür, idmana nümunə boks. Boks harda olur? Ringdə. Yaxşı, indi evdə gedirəm. Topa nümunə futboldur? Deyil. A variantı getdi. Toya nümunə rəqsdir? Yox, getdi. İncəsənətə nümunə tamaşadır? Ola bilər də. Tamaşa harda olur? Teatrda. İncəsənətə bir nümunə edilsə, deyərik tamaşa. Tamaşa harda olur? Teatrda. Hakimə nümunə cido deyil, sərkərdəyə nümunə qılınc deyil. Əlaqəni ürəyini istəyən kimi qurun. Sadəcə variantda da onu axtarın. Baxın indi. Məsəl üçün 179-a baxaq. Mətbəx, ət, soyuducu, ərzaq. 4 dənə verib, düzdür? Necə qurum? Mətbəxdə soyuducu var. Olur, belə deyək də. Mətbəxdə soyuducu olur. Ya da ki, belə qurun. Soyuducu harda olur? Mətbəxdə. Ət nədir? Ət bir ərzaqdır. Necə qurdum? Soyuducu mətbəxdə olur. Ət bir ərzaqdır. Yaxşı. Üçüncü ilə birinci arasında bir əlaqə qurmuşam. Onu axtarıram. Soyuducu harda olur? Mətbəxdə. Yazı harda olur? Qələmdə. Səhvdir. Tava harda olur? Göldə. Səhvdir. Kupe harda olur? Qatarda. Yaxşı. Deyək ki, bu düzdür. Əslində vaqon olsaydı daha doğru olardı. Vaqon bir relsdir. Səhvdir. Axı, yenə səhv gedir onsuz. Meyvə harda olur? Şaftalı. Bu yanlışdır axı. Biz nə dedik? Soyuducu mətbəxdə olur. Bax, auditoriya harda olur? Universitetdə. Stol bir nədir? Mebeldir. Və bizim axtardığımız uyğunluq budur. Növbəti sual 180-ə baxırıq. Deyir ki, ciddi yanaşma nəticəsində nə olur? Yaxşı nəticə. Bu ikisini götürüb qoyuram. Ciddi yanaşmanın nəticəsi nə olur? Yaxşı nəticə. Ondasa addım səhv. Bu yerləri dəyişikdir. Səhv sonra addım olsaydı, düzdür, nəticəsində peşmanlıq olardı. Səhvlə addımın yeri dəyişikdir. Düzgün qulluq, bol məhsul. Düzdür də elə bu. Düzgün qulluq nəticəsində nə əldə edirik? Bol məhsul. Davam edək. 181-182 ikisinə də baxacağıq. Üzüm, sirkə, meyvə. Necə qururam əlaqəni? Üzüm bir meyvədir. Üzümdən nə ala bilərəm? Sirkə, üzüm sirkəsi. Üzüm bir meyvədir. Üzümdən nə alıram? Sirkə. Yaxşı. Limon bir meyvədir. Limon bir meyvədir. Limondan sarı alıram. Burada rəngin verməmişdik mənə. Yumurta bir yeməkdir. Yumurtadan nə alıram? Qayğanaq. Yumurtaya əslində bir yemək deyə bilmərik ki biz. Siz nəyə görə? Yumurtaya bir ərzaq deyə bilərik. Yemək yox. Dolma desək deyərik hə, yeməkdir. Ona görə bu da səhvdir. Pomidor bir turşu deyil. Pomidor bir tərəvəzdir. Tərəvəzdən turşu alırıq. Yəni yenə yerləri səhvdir. Düyü bir ərzaqdır. Bax, burada düzdür. Düyüyə yemək demədi. Ərzaq dedi. Düyüdən nə əldə edirik? Plov. Bax, bu doğrudur. 182 və son sualımız. Buna da baxaq, sonra yekunlaşdıraq. Yağış yağır torpağa. Nə olur? Palçıq. Yağışla torpaq birləşdi. Nə əmələ gəldi? Palçıq. Yaxşı. Uşaqla sinif birləşsə, bilik əmələ gələr. Bu heç uşaqla sinif birləşməz. Yaxşı. Sementlə qum birləşsə, palçıq əmələ gələr. Sementlə qum birləşsə, nə yaza bilərdik? Beton yaza bilərdik məsələn üçün. Tələbə ilə imtahan birləşsə, qəbul əmələ gələr. Gələ də bilər, gəlməyə də bilər. Tələbə qəbul ola da bilər, olmaya da bilər. Bu şübhəlidir. Yumurta ilə toyuq birləşsə, bu cüz əmələ gəlmir, olmadı. Barıtla alov birləşsə, partlayış əmələ gələr. Bax, doğru cavabımız Y variantıdır. Bu da oldu bizim analogiya mövzumuz. 35 dəqiqə biraz uzun oldu. Olsun, ən azından 182 sualın bir çoxuna baxmış olduq. Anaqramı izah edəcəm bundan sonraki mövzumuz olaraq. İzləmədə qalın. Bəyəni atmağı və takip etməyi, yəni abunə olmağı unutmayın.